Gəlin birlikdə yeni dırnaqları düzəldək. 25 gündür ki, artıq bu dırnaqları düzəltmişəm. Yeniləmə vaxtı gəlib. Yeni ilə də az qaldığı üçün istəyirəm ki, yeni temalı bir dırnaq düzəldim. Başlayaq. Köhnə dizaynı çıxartdım və dırnaqlarımı qısaltdım. Birazcık səliqəsiz görünə bilər, bunun önəmi yoxdur. İndi dırnaqlarıma primer çəkib baza çəkəcəm. Primer öz-özünə quruduqdan sonra baza çəkirik. Bazanı hər tərəfindən yaxşı çəkməliyik ki, dırnaqlarımız sonradan atmasın. Dırnaqlarıma gel qoydum. Bir dənə bu dırnaq qaldı. Buna da gel qoyaq. Bu arada bu gel çox bərbaddır. Ellisa'nın bu süd rəngi gel. Axır gedir, hamarlanmır. Çox bərbad. Hər tərəfə axdı. Çox səliqəsiz alındı həqiqətən. Neyse, olduğu kadar pilkada düzəldəcəm. Sonra da quruduruq. Yamuk yumuk oldu, uğraşamayacağım, olsa düzəlmir. Pilkada düzəldəcəm inşallah. Bütün dırnaqlarıma gel qoydum. İndi spirtlə üstünü silib pilkalayacağım. Böyle bütün əyri-üyrü yerlərini düzəldirik. 3 gün sonradan hello bacılar. Dırnaqlarımı düzəltməyə həvəsim olmadı. Çünki birazcık xəstə idim. Birazcık da dramdaydım. Ona görə həvəsim olmadı düzəltməyə. Gel vurduqdan sonra pilkalamışam. 3 gündür pilkalamışam. İnşallah matlığı getməmişdir. Baza olaraq süd rəngi lak çəkirəm. Üstünə bir şeyler yapacağız. Süd renkli lak çəkdim. Belə mi qalsa? Əsasən də bu zərli lakdan istifadə edəcəm. Güya pişik gözüdür. Güya. Bir dırnağıma belə zər çəkdim. Bir dırnağıma isə belə fasonda zər çəkdim. Bir əlimin dizaynını bitirdim. Bilemedim bacım. Çox zərli olduğu üçün çox zərli şeylər mənlik deyil. Bunun üstünə bir dənə kokina çəkdim. Başka da hər yerə zər qoydum. Məncə yetərincə yeni il dırnağıdır. Son olaraq dırnaqlarımın dizaynını bitirdim və üstünə top çəkdim. Keçən qırmızı frenç elədiyim üçün bu il qırmızı frenç eləmək istəmədim. Eyni olmasın deyə. Necədir? Bəyəndiniz dırnaqlarımı?